Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda göy qutabının hazırlanmasını sizinlə paylaşıram. Bol göyərtili, çox dadlı qutablar alınır. İndi keçək hazırlanma qaydasına. Qutabı hazırlamaq üçün əvvəlcə xəmiri yoğururam. Xəmir üçün un götürmüşəm, onun üzərinə tuz əlavə eləyirəm. Xəmiri yoğuranda az quru maya əlavə eləyirəm. Onda qutabın xəmiri çox kövrək olur, amma istəməyən əlavə eləməsin. Az maya əlavə eləyəndən sonra biraz da ilıq su tökürəm üstünə. Maya biraz aktivləşəndən sonra xəmiri yoğururam. Belə ələ yapışmayan bir xəmir yoğururam. Üstün örtüb bir yarım saat gözlədirəm. Qutab üçün göyərtini axşamdan təmiz-təmiz yuyuram, dəsmalın üstünə sərirəm, qalır, quruyur, sonra doğrayıram. Göyərtilərdən dağ keşnişi, şomo, turşəng, bir də yaşıl soğan götürmüşəm. Göyərtilərin suyu çəkiləndən sonra xırda-xırda doğrayıb iri bir ləyənə yığıram. Göyərtini doğrayandan sonra duz səpirəm. Duzu səpəndə su salır, ona görə qutabları hazırlayanda duzunu vururam. Qutabı mən tək bu göyərtilərdən hazırlayıram, amma siz öz zövqünüzə görə şüyüd, keşniş, istənilən başqa göyərtilər də əlavə eləyə bilərsiniz. Xəmirim artıq biraz özünü tutub, xırda parçalara kəsirəm. Siz istədiyiniz ölçüdə qutabı hazırlaya bilərsiniz. Kəsdiyim xəmirləri də əlimlə yumrulayıb kündələr tuturam. Hamısını eyni ölçüdə hazırlayıram. Üstün örtüb bir 10 dəqiqədə kündələrin düşməsini gözləyirəm. Kündələrdən birini götürüb altın üstün unlayandan sonra yayıb böyüdürəm. Ehtiyac olduqda un səpib nazik bir yayma yayıb açıram. Ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləyəcəm. Öz ailə üzvlərinizin sayına görə ölçüləri artırıb azalda bilərsiniz. Doğradığım göyərtilərdən yaymanın bir tərəfinə əlavə eləyirəm, üstünə yayıram, duz səpirəm, bir tərəfin üstünə gətirib kənarlarını əlimlə sıxıb bərkidirəm. Görünüşünün daha gözəl olması üçün xəmir kəsəndən kənarların əyriyi hissəsini kəsib çıxardıram. Hamısını belə eyni qaydada hazırlayıb bişirirəm. Qutabı belə bir qalın tavada bişirirəm. Tava biraz qızandan sonra hazırladığım qutablardan tavaya düzürəm. Qazın ortaq odunda bişirirəm. Bir üzü biraz qızarır, bişir, çevirirəm. O bir üzü də bişib qızarır. Ara bir çevirərək bişirirəm. İçindəki göyərtilər də yumuşalır, yaxşı bişir. Yaxşı bişirib götürürəm. Qutabları hazırladıkca bişirirəm. Üst-üstə yığıb üstünə kərə yağı çəkirəm. Kərə yağı ilə, qatıqla çox ləzzətli olur. İndi göyərtinin bol vaxtıdır, siz də alın. Bu qutablardan hazırlayıb nuş eləyin. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.